6-cı İslam Həmrəylik oyunlarını uğurla başa vuran stolüstü tenis üzrə Azərbaycan millisi vətənə döndü. İdmançılarımızı Heydər Əliyev Beynəlxalq Hava Limanında ailə üzvləri, federasiya nümayəndələri, idman ictimaiyyəti və media nümayəndələri qarşıladılar. Biz İslam oyunlarına görə təlim məşqlərdə olmuşduq, çox yaxşı hazırlaşmışdıq. İlk dəfə idi ki, İslam oyunlarına medalla qayıtdıq vətənə. Yəni bu çox sevindirici haldır. Bu çox sevindirici bir hal idi. Yəni bütün idmançılarla bir yerdə bizim də vətənə medalla qayıtmağımız başqa bir hissdir. Yəni biz onu ilk dəfə belə keçirirdik. Ən çətin oyunumuz yəni finala çıxış idi Maldiv komandası ilə, amma ona da biz bir komanda şəklində qalib gəldik. Yarışlar çox qəşəng keçdi məncə. Qrupdan bir nömrə çıxdıq, amma Maldivi yenərək sonra Misir komandasına uduzduq. 3-cü yerə layiq görüldük. Yarışlar yüksək səviyyədə təşkil olunmuşdu. Bizim üçün də çox sevindirici haldır ki, biz vətənə 2 bürünc medalla dönürük. Demək olar ki, ən cavan heyət bizim komandadaydı. Onların bürüncü mənim üçün qızıla bərabərdir. Həqiqətən də çox çətin idi yarış. Qarşıdakı yarışlarda da ümid edirəm ki, daha yüksək medallar qazanacağıq. Oyunlar çox gərgin keçdi, yəni gərgin şəraitdə keçdi. Belə deyək, qrup mərhələsindən bir nömrə kimi çıxdıq və növbəti mərhələdə 4-1-də Maldiv komandası ilə çox həyəcanlı oyun idi. Və orada qələbə qazanıb yarım finala çıxdıq. Bu artıq medal deməkdir və Misir komandası ilə oyun ərzində 5-3 öndə idik. Yəni finala çıxmağa bir addım qalmışdı, bir damcı alınmadı, əfsuslar olsun. Amma 3-cü yer tutmağımız özü də böyük uğur idi və qarışıq qoşu yarışında da 3-cü yer tutduq. Bu bizim üçün çox gözəl nəticədir. Ən sevindirici haldır ki, bizim yığma komandanın idmançıları çox gəncdir. 17-15 yaşında da bizim idmançılarımız bu yarışa yollanmışdı. Ümid edirik ki, gələcəkdə bu bizim gənc idmançılarımız daha da böyük nəticələr əldə eləyəcək. Qeyd edək ki, stolüstü tenisçilərimiz ər-riyadt sınaqlarını 2 bürünc mükafatla başa vurublar. Adil Əhmədzadə ilə Mərziyə Nürmətova qarışıq qoşan növdə bürünc medal qazanıb. Mərziyə Nürmətova, Zenfira Mikailova və Aylin Əskərovadan ibarət seçmə komanda isə yarışlarda fəxri kürsünün 3-cü pilləsində yer alıb. Gülnarə Sadıqova, Eldəniz Əhmədov, Real.